Ətraf mühitin qorunması, iqlim dəyişikliklərinin qarşısının alınması məqsədi ilə hörmətli prezidentimiz cənab İlham Əliyev 2024-cü ili Yaşıl Dünya naminə həmrəylik ili kimi elan etmişdir. Həmrəylik başlanğıcdır. Bu birliyi davam etdirmək isə inkişaf, innovasiyadır. Gəlin bu innovasiyada, bu inkişafda irəli addımlayaq. Əgər biz bir olsaq, bütün övladlarımızın gələcəyini, təbiətin qorunmasını təmin etmiş olarıq. 2024-cü ilin ölkəmizdə Yaşıl Dünya naminə həmrəylik ilə elan olunması ilə bağlı silsilə tədbirlər təşkil edilir. Bu tədbirlər müxtəlif səpkilərdə həyata keçirilir. Bu dəfə isə Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mikayıl Müşfiq adına Sumqayıt şəhər 34 nömrəli tam orta məktəbin 3A sinifinin şagirdləri güllər əkiblər. 3A sinifinin sinif rəhbəri İlhamə Rızayevanın təşkilatçılığı ilə həyata keçirilən bu aksiya möhtəşəm anlarla yadda qalıb. Qeyd edək ki, təşkil olunan bu aksiyanın əsas məqsədlərindən biri də odur ki, gələcəyimiz olan körpə fidanları təbiəti sevdirmək, yaşıllıqların qayğısına qalmağı təbliğ etməkdir. Diqqətə çatdıraq ki, Prezident İlham Əliyev 2023-cü il 25 dekabr tarixində 2024-cü il Yaşıl Dünya naminə həmrəylik ilə elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Eyni zamanda ölkəmizdə 2024-cü il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizə və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyinə bir çağırışdır. Ulu Öndər Heydər Əliyevin ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, görülən işlər ekologiya və ətraf mühitin mühafizəsi sahəsində yeni uğurların əldə olunmasına təkan vermişdir. Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən hərəmiz bir ağac əkək layihəsi də bu sahəyə böyük töhfələr verib.